معا بغراس الأخلاق مدرسة صاغت أخلاقي قد ذقت النور بجنتها في حفظ كتاب الخلاق في صحبة أزهار فاقت في الصدق حديثا. بسم الله الحمد لله وحده والصلاة والسلام على من لا نبي بعد. Tövhid kitabı, Kitab-ı Tevhid 2-ci bab. Tövhidin fəziləti və günahlara kəffarə olması. Uca Allah buyurur: "Ellezîne âmenû ve lem yelbisû îmânehum bizulmin ulâike lehumul amnu ve hum muhtedûn." İman gətirib, imanlarına zülm, şirk qatışdırmayanlar üçün əmin amanlıq vardır. Doğru yola yönəlmişlər də məhz onlardır. Əl-Ənam surəsi 82-ci ayət. Buxari və Müslimdə keçən bir hədisdə Ubadə bin Samit radiyallahu anhu rəvayət edir. Və an Ubadətə bin Samit radiyallahu anhu qal: Qala Rasulullah sallallahu aleyhi və səlləm: "Men şehide en la ilahe illallah vahdehu la şerike lehu ve enne Muhammeden abduhu ve rasuluhu ve enne İsa abdullah ve rasuluhu ve kelimetuhu alqaha ila Meryem'e ve ruhun minhu vel cennete hakkun vel nâre hakkun adkhalahullahu cennete ala ma kana minel ameli." Ubade bin Samit radiyallahu anhu rivayet edir ki, Resulullah sallallahu aleyhi ve sellem demiştir: Kim Allah'tan başka ibadete layık ilah olmadığına, onun tək ve şəriksiz olduğuna, Muhammed'in onun qulu ve Resulü olduğuna, İsa'nın da Allah'ın qulu, Resulü, Meryem'e gönderdiği kəlməsi ve ondan bir ruh olduğuna, cennetin hak ve cehennemin de hak olduğuna şehadet ederse, hansı əməl üzərə olursa olsun Allah onu cənnətə daxil edər. Burada Ubey ibn Kəb demişdir: İsa uca Allahın yarattığı, mən sizin Rəbbiniz deyiləmmi? Bu sualına söz aldığı və bəli deyə cavab verən ruhlardan bir ruhdur. Allah onu Məryəmə göndərmiş, o da ona daxil olmuşdur. Bu Abdullah ibn Əhməd Zavaidil el-Musnad kitabının 5-ci cild 135-ci səhifəsində keçir. Yenə Buxari və Müslimdə rivayet edilən bir hədisdə, ikisinin də rivayet etmiş olduğu İtbən hədisində: "Və lehuma fi hadisin İtbən fe innallaha harrama alan-nari men qala la ilaha illallah yebtagi bizalika vechallah." Həqiqətən Allah la ilaha illallah deyib bununla Allahın üzünü diləyən kəsi odu haram etmiştir. Yəni Allah la ilahe illallah deyib bununla Allahın üzünü diləyən kəsi oda haram etmiştir. Ən-Nəsai el-Kubra, Əbu Ya'la, İbn Hibban və Əl-Hakimində keçən hədis belədir. Və an Əbi Sa'id el-Xudri ən Rasulullah sallallahu aleyhi və səlləmə qal: Qala Musa: Ya Rabbi علمني شيئا أذكرك وأدعوك به. قال: قل يا موسى لا إله إلا الله. قال: كل عبادك يقولون هذا. قال: يا موسى لو أن السماوات السبع وعامرهن غير والأرضين السبع في كفاه ولا إله إلا الله في كفات مالت بهن لا إله إلا الله. Əbu Sa'id el-Xudri radiyallahu anhu rivayet edir ki, Resulullah sallallahu aleyhi və səlləm demiştir: Musa dedi: Ey Rəbbim, mənə elə bir şey öyrət ki, onunla səni zikr edim və onunla sənə dua edim. Uca Allah dedi: La ilahe illallah de ey Musa. Musa dedi: Bunun bütün qulların deyirlər. Uca Allah dedi: Ey Musa, əgər məndən başqa 7 qat səmalar, orada olanlar və 7 qat yerlərin tərəzinin bir gözünə və la ilahə illallah da bir gözünə qoyularsa, la ilahə illallah onlara ağır gələr. İbn Hibban və Əl-Hakim rivayet etmiş və səhih hesab etmişdir. Eynilə Ət-Tirmizi, Təbərani, Əl-Əvsat,
Muslim, Əbu Nuaym Əl-Hilyə kitabında hədis belə rəvayət olunur. وَلِلتِّرْمِذِيِّ حَسَّنَهُ وَعَنْ أَنَسٍ وَعَنْ أَنَسٍ سَمِعْتُ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ قال الله تعالى يا ابن آدم إنك لو أتيتني بقراب الأرض خطايا ثم لقيتني لا تشرك بي شيئا لا أتيتك بقرابها مغفرة. Tirmizinin hesab edərək rəvayət etdiyi hədisdə Ənəs radiyallahu anhu rəvayət edir ki, Rasulullahı sallallahu aleyhi və səlləmi belə deyərkən eşitdim. Uca Allah demişdir, ey Adəm oğlu, əgər sən mənə yer qədər xəta ilə gələr, sonra da mənimlə heç bir şeyi mənə şərik qoşmadan qarşılaşarsansa, mən sənə onun qədər məğfirətlə gələrəm. Subhanəkallahumma və bihamdik əşhədu an la ilahə illə ənt və estəğfiruka və etûbu ileyk.